Tek Pro kanalına hoş gəlmisiniz dostlar. Bu videoda Samsung Galaxy A57 adlı cihaz incələyirik. Birazdan mənfi və müsbət cəhətlərini videonun irəliləyən dəqiqələrində mən sizə bildirəsiyəm və dizaynla başlayaq. Dostlar, telefonun çərçivəsi alüminium materialından istehsal olunmuşdur və daha gözəl görünür. Həqiqətən tutuş hissiyatı da çox gözəldir. Arxa hissədən şüşəyə bənzər bir plastikdən istifadə olunmuşdur. Gözəl kamera düzülüşü var. LED flaşı gözəl yerdədir. Yəni ön tərəfdən də görmüş olduğunuz kimi incə çərçivəni və nöqtə şəklindəki ön kameranı görmək mümkündür. Çox gözəl görünür və çıxıntılı eləyiblər cihazın yan tərəfini ki, tutuş daha yüksək olsun, daha ələ yatsın telefon. Bu da mənim xoşuma gələn bir faktordur. Və Super AMOLED ekranın da gözəlliyi öz yerindədir və dostlar, görmüş olduğunuz kimi cihaz 5G-ni dəstəkləyir və 2026-cı ilin martın 25-də istehsal olunmuşdur. Aprel ayında satışa çıxıb 180 qramlıq telefonun ekranı Victus Plus şüşə ilə qorunub və bu telefonun şüşəsi Victus Plus'dur. IP68 suya qarşı dayanıqlılığa mövcuddur. Burada görmüş olduğunuz üzrə. Dostlar, Super AMOLED bir ekrana sahibik, 120 Hz HDR10+ və bu ekran 2240x1080'adır, yəni Full HD Plus 385 ppi-lıq və az öncə demiş olduğum kimi Victus Plus ilə qorunur. Android 16 ilə gəlir dostlar, yəni One UI 8.5 ara üzündən istifadə edir. Exynos 1680 prosesoru və Cortex A720 və 720'nin necə deyək 1.95 GHz-lik Cortex 520 isə dostlar, yəni burada bir ədəddir. Daha doğrusu 3 ədəddir ki, bu da enerjiyə qənaət üçündür. Bu Xclipse 550 ekran kartı mövcuddur. Səhv eləmirəmsə, bəli, bu belə idi. Bəli, Xclipse 550-sidir. Dostlar, telefon 3.1 UFC standartından gəlir. Pis olmayan yaddaş sürətinə malikdir. 50 megapiksellik əsas, 12 megapiksellik ultra geniş, 5 megapiksellik makro kamerası və 4K 30 FPS, 1080p 60 FPS video çəkir bu kameralar. Ön kameramız isə dostlar 12 megapiksel, 4K 30 FPS, 1080p 60 FPS video çəkir. Cüt qalonkamız mövcuddur dostlar və bu telefon NFC-ni dəstəkləyir. Burada təmassız ödəniş edə bilirsiniz. Yəni çox əla bir faktor dostlar. Yəni barmaq izi sensoru displeyin altında və optikdir. Bu da pis deyil. Bunu böyürdə də qoya bilərdilər, ancaq daha yaxşı olması üçün ekranın altına qoyublar. 5000 mAh bateriyası, 45 W'lıq zaryadka ilə gəlir. Dostlar, indi isə telefonun Antutu xalına baxırıq. 1.387.000 xal yığır və pis bir xal deyil. Günlük oyunlarda kifayət qədər performans verir. İndi isə telefonun mənfi cəhətlərindən danışmaq istəyirəm. Dostlar, telefonun müsbət cəhətlərindən birinci danışaq əsas. Müsbət cəhətlərindən, sonra mənfi cəhətlərindən. Telefonun müsbət cəhətləri Super AMOLED ekranının olmasıdır və 120 Hz yeniləmə sürətinin olmasıdır. Yəni çox yaxşıdır. İndi 50 megapiksellik kamerası optik stabilizasiya ilə gündüz və gecə fotoları da yaxşı çəkə bilir. Videoları görüntü stabilləşdirilməsi də yaxşıdır. 5000 mAh bateriya bir günü, hətta yüngül istifadədə isə 2 günə yaxın bir istifadə sizə vəd eləyir. 45 W'lıq zaryadkası pis deyil, ancaq burada adapter çıxmır qutudan, yəni elə bir şey gözləməyin. IP68 qoruması mövcud olması da bu daha yaxşıdır. Bu segmentdə vacib üstünlüklərdən biridir və Victus Plus qorumasının olması ekranda cızıqların olmamasına gətirib çıxarır. Stereo dinamiklər, yəni cüt kalonkasının olması da çox yaxşıdır. Bu da səs keyfiyyətinin artması, yaxşı səs təcrübəsinə gətirib çıxarır. Süni intellekt dəstəyinə foto redaktə eləməsi, məsələn, gündəlik istifadəni asanlaşdıran AI xüsusiyyətləri, yəni süni intellekt xüsusiyyətləri də var. Uzun proqram təminatı, yəni neçə illərcə təminat verir bu telefon. Yəni heç bir şəkildə sizə problem çıxarmayasıdır. Ancaq mənfi cəhətlərində mən sizə demək istəyirəm. Qiyməti yüksəkdir dostlar. Oxşar qiymətə daha güclü rəqiblər tapmaq mümkündür. Exynos 1680 prosesoru gündəlik istifadə üçün kifayət etsə də ağır oyunlarda Snapdragon əsaslı bəzi rəqiblərdən geri qalır və uzun yük altında isinə bilir dostlar. Köməkçi kameraları ultra geniş və makro kamerası əsas kameradan daha zəifdir. Əsas kamera qədər güclü deyil, xüsusilə makro kamera zəif qiymətləndirilir dostlar. Yəni bu telefonun mənfi cəhətlərindən biri simsiz zaryadkanın olmamasıdır. Yəni simsiz zaryadka olmur. USB port 2.0 portu ilə istifadə olunur. Bu da DisplayPort və Samsung DeX dəstəyi yoxdur deməkdir.
i56 ilə müqayisədə yenilikləri azdır dostlar. İstifadəçilərin 57-yə keçəndə böyük fərq olmadığını bildirir əsas məlumatlar və bu dostlar, yəni bununla yanaşı üstün cəhətləri də, yəni görmüş olduğunuz kimi mən bayaq dedim. Yəni budur telefonumuz. Dostlar, telefondan bu qədər, yəni məlumat bu qədər. Özünüzə yaxşı baxın, sağ olun, salamat qalın. Bu videoya like ataraq kanala da abunə olmağı unutmayın dostlar. Sizi mən həqiqətən çox istəyirəm. Özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın.